Salam 7-ci sinif şagirdləri. Sizlərlə Seyid Cəfər Pişəvər adına Respublika Humanitar Fənlər Gimnaziyası biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizlərə 7-ci sinif dərsliyin birinci hissəsində birinci bölmənin 4-cü mövzusunu izah edəcəm. Hüceyrənin ümumi quruluşu. Əvvəlcə hüceyrə yadımıza salaq. Nə idi? 6-cı sinifdə, 5-ci sinifdə təbiət fənnini keçəndə bu bölmə ilə əlaqəli öyrənmisiniz ki, hüceyrə canlının ən kiçik quruluş vahididir. Yəni, canlılar hüceyrədən qurulublar. Hüceyrə, deməli, dedik, canlının ən kiçik quruluş vahididir. Hüceyrələr birləşirdi, toxumalar birləşirdi, orqanlar birləşirdi, orqanlar sistemini və orqanlar sistemi də bütövlükdə bir orqanizmi əmələ gətirirdi. Bu, təbiətdə keçdiklərimiz idi. Açar sözlərə baxaq. Hüceyrə, qılaf, sitoplazma, nüvə, orqanel. Bugün bu açar sözlərdən istifadə edərək hüceyrə haqqında ümumi, yəni hüceyrənin ümumi quruluşu haqqında məlumatları öyrənəcəyik. Və biz 7-ci sinifə başlayanda alimlər haqqında oxumuşduq. Deməli, demişdik ki, ilk dəfə hüceyrə terminini elmə Robert Hooke gətirmişdi. Əslində Robert Hooke canlı hüceyrəni deyil, cansız hüceyrəni görmüşdür. O, gördüyü həmin hissəni hüceyrə adlandırdığına görə artıq hüceyrə termini elmə gəldi. İlk canlı hüceyrəni isə Anton van Leeuwenhoek görmüşdür özünün mikroskopu ilə. İndi mövzumuzla tanış olaq. Deməli, İngilis alimi Robert Hooke 1665-ci ildə mikroskop altında palıd ağacının mantar qatından hazırlanmış çox nazik bir kəsiyi müşahidə etdi. Mantar ölü hüceyrələrdən təşkil olunmuş bir qatdır. Onun gördüyü arı şanına bənzər təsvir bir-birinə sıx söykənmiş hüceyrələrdən, boşluqlardan ibarət idi. Robert Hooke bu boşluqları hüceyrə adlandırdı. Deməli, Robert Hooke mantar kəsiyinə baxdı. Sual ola bilər ki, nəyi hüceyrə adlandırdı? Boşluqları nəyə baxdı? Mantara. Mantarda olan həmin o boşluqları hüceyrə adlandırdı. Gəldik hüceyrənin quruluşuna. Şəklimizə baxaq. Baxın, bu hüceyrənin bir neçə hüceyrə görsün bir-birinə sıx yerləşir. Bax, bu onların sərhədləridir. Onların mərkəzində nüvəsi var. Bunu bir hüceyrənin böyüdülmüş formada şəklidir. Bir hüceyrə təşkil olunur qılafdan. Baxın, qılaf. Bu qılaf nə idi? Onun xarici qatı. Neyniyəcək? Nə kimi hüceyrəyə kömək edəcək bu qılafı? Qılaf hüceyrəni xarici tərəfdən örtdü, elədir. Örtürsə neynir? Qoruyur, əlaqə yaradır. Qılafın altında yerləşir sitoplazma. Baxın, sitoplazmanın içinə baxın. Görün, içində nələr var? Orqanellər, nüvə, sitoplazmanın içərisində yerləşir. Hələ ki, şəkil üzrə danışırıq. Sonra mövzudan bir izah verəcəm. Bu da mərkəzi hissədə olan nüvəsi. Mərkəzdə də ola bilər hüceyrədə nüvə, bir kənarda da ola bilər. Viruslardan başqa bütün canlı orqanizmlər hüceyrələrdən təşkil olunur. Bunu da təbiət dərsliklərindən bilirsiniz ki, viruslar, bəzi alimlər virusları canlı hesab etmir. Çünki viruslar ətraf mühitdə cansızdılar. Onlar hüceyrə daxilinə keçdikdə, orqanizm daxilinə keçdikdə canlılıq xüsusiyyətini qazanırlar. Ona görə də virusları tam olaraq nə canlı, nə də cansız adlandıra bilmirik. Amma bəzi alimlər onları canlı adlandırmırlar, cansız deyirlər. Amma digər orqanizmlər hüceyrələrdən təşkil olunub. Hansı orqanizmlərdir? Bitkilər, heyvanlar, göbələklər, bakteriyalar. Hüceyrənin quruluşuna görə orqanizmlər iki qrupa bölünür. Sitoplazmasında nüvəsi olanlar nüvəlilər, nüvəsi olmayanlar isə nüvəsiz orqanizmlərdir. İndi onları terminlə də adlandıracağıq. Əksər orqanizmlərin hüceyrəsi qılaf, sitoplazma, nüvədən təşkil olunmuşdur. Əksər sözünə diqqət edirik. Demədik ki, bütün, amma əksər, daha çox. Yəni, bəzi desəydik daha az. Bu kimi terminlərə, bu kimi sözlərə fikir verirsiniz. Biologiyanın əsas deməli sözləri bunlardır. Əksər deyir, bütün deyil, yoxsa bəzi deyil. Gəldik qılafa.
Qılaf hüceyrəni xaricdən örtərək onun ətraf mühitin təsirindən qoruyur. Bitki, göbələk, bakteriya hüceyrələrində qılafın xarici hissəsi qalındır, hüceyrə divarıdır və onun möhkəmliyini təmin edir. Dayaq funksiyasını yerinə yetirir. Bir də deyək, qılaf neynədir? Hüceyrəni xaricdən örtdü, ətraf mühitin təsirindən qorudu. Baxın, burada qılaf necə qalındır? Bu qalın hüceyrə divarı adlanır. Bitkilərdə, göbələklərdə, bakteriyalarda xarici qılaf qalındır və o nə adlanır? Hüceyrə divarı. Qılafı yazsaq, qılaf iki yerə böləcəyik. Xarici və daxili. Xarici qılaf. Deməli, hüceyrə divarı olanlar. Hüceyrə divarı. Belə özünüz üçün sxemləşdirin, öyrənin. Hüceyrə divarı olanlar bitkidir, göbələkdir, bir də bakteriyadır. Bakteriya. İndi keçək heyvanlara görə necədir? Deməli, hüceyrə divarı necə xüsusiyyət verir? Həmin hüceyrələrə möhkəmlik verir, dayaq funksiyasını yerinə yetirir. Heyvan hüceyrəsində isə qılafın xarici hissəsi çox nazik olur. Deməli, heyvan hüceyrəsində də yazaq burada. Heyvan hüceyrəsində nazik və elastikdir. Amma bitkidə, göbələkdə, bakteriyada qalın və möhkəmdir. Keçdik daxili hissəsinə. Qılafın daxili hissəsi plazmatik membran adlanır. Artıq uşaqlar burada bölmürük bitkidə, heyvanda, göbələkdə. Yəni daxili hissə adlanır plazmatik. Biraz qarışdı. Plazmatik rəngini ayrı götürdüm ki, ayırt eləyə biləsiniz. Plazmatik membran. Yəni daxili qılafa görə biz ayırmırıq. Amma xarici qılafa görə bitkidir, göbələkdir, bakteriyadır. Hüceyrə divarı dedik, heyvanlarda isə dedik nazikdir. Deməli, plazmatik membran qılafın daxili hissəsidir. O hüceyrənin daxili mühtəviyyatını xarici mühitin təsirindən qoruyur, eyni zamanda mühitlə əlaqəni təmin edir. Bəzi maddələr su, oksigen, karbon qazı hüceyrəyə birbaşa daxil olur, həm də xaric edilir. Digər maddələr isə membran tərəfindən seçilərək hüceyrəyə daxil olur. Yəni, hər bir maddəni membran hüceyrəyə daxil etmir. Lazım olanları daxil edir, olmayanları daxil etmir. Çox hüceyrəli orqanizmlərdə membranın xarici səthindəki çıxıntılar və qırışlar hüceyrələr arasında əlaqəni təmin edir. Deməli, bir dənə də membranı ümumiləşdirək, qılaf ümumiləşdirək. Qılaf hüceyrəni xaricdən örtdü, xarici təsirlərdən qorudu. İki cürdür, xarici qılaf, daxili qılaf. Xarici qılaf bitki, göbələk, bakteriyada möhkəmdir, hüceyrə divarı adlanır, dayaq funksiyasını yerinə yetirir. Heyvanlarda isə nazikdir. Daxili qılaf plazmatik membran adlandı. Plazmatik membran hüceyrənin daxili mühtəviyyatını xarici mühitdən qorudu və həmçinin mühitlə əlaqəni təmin etdi. Bəzi maddələri seçiciliklə hüceyrəyə daxil etdi. Suda oksigendir, karbon qazıdır. Bunlar birbaşa daxil oldu hüceyrəyə. Yəni, bu plazmatik membran onları seçmir, onlar birbaşa daxil olur. Amma digər maddələr plazmatik membran tərəfindən seçilir, sonra daxil edilir. Bir də bu membranlar üzərində çıxıntılar var ki, bu çıxıntılar da qonşu hüceyrələr arasında, baxın, görürsünüz, burada hüceyrələr var, elədir, bu da bir başqa hüceyrə. Bu hüceyrələr arasında əlaqədə membranın xarici səthindəki çıxıntılar və qırışlar deməli sayəsində hüceyrələr arasında əlaqəni təmin edir. Bu oldu qılaf. Ümid edirəm ki, başa düşdük. Gəldik sitoplazmaya. Hüceyrənin daxili mühtəviyyatını həlməşik maddə olan sitoplazma təşkil edir. Baxın, sitoplazma bərk deyil, yarım maye mühitdir. Yəni, tam da maye deyil, həlməşik maddədir. Sitoplazmada nüvə və orqanellər yerləşir. Orqanelləri də keçəcəyik. Deməli, nüvə və orqanellər üçün mühit yaradan sitoplazma onların birgə fəaliyyətini təmin edir. Yəni, o orqanellər, baxaq şəkilə, sitoplazmada yerləşir və baxın, orqanellər görürsünüz, orqanellər, nüvə sitoplazmada yerləşir və sitoplazma onların əlaqəli şəkildə fəaliyyət göstərməsini təmin edir. Əgər o həlməşik maddə olmasaydı, bərk maddə olsaydı, heç bir əlaqə təmin oluna bilməzdi.
Orqanellər hüceyrənin daxilində xüsusi funksiyaları yerinə yetirən hissəciklərdir. Ki, bunlar haqqında danışacağıq gələn dərslərimizdə. Bilin ki, o orqanel boş yerə o hüceyrədə yoxdur. Varsa, hər hansısa bir işi görür. Yəni, hərəsinin öz işi var. Sitoplazma hüceyrədə baş verən çoxsaylı biokimyəvi reaksiyalar proseslər üçün mühitdir. Çünki o mühitdə müəyyən kimyəvi reaksiyalar gedir. Hansı ki, üzvü maddələr yarana bilər, deməli, oksigen qəbul olunur, karbon xaric olunur və yaxud da əksinə fotosintezdə karbon qəbul olunur, oksigen xaric olunur. Bütün bu kimyəvi reaksiyaların getməsi üçün sitoplazma bir mühitdir, yəni getməsi üçün olan bir yerdir. Bitki, heyvan, göbələk hüceyrələrində nüvə olur. Nüvəsi olan belə hüceyrələr eukariot hüceyrələr adlanır. Deməli, baxın, yazırıq bura nüvə. Biz dedik ki, əksər hüceyrələr qlaf sitoplazma nüvədən təşkil olunub. Deməli, nüvəsi olanlar, nüvəlilər adlanırlar eukariotlar. Nüvəsiz canlılar isə adlanır prokariotlar. Əlavə bir məlumat verim uşaqlar. EU yaxşı deməkdir, kario nüvə deməkdir. Yaxşı nüvə, yəni nüvəlilər. Pro isə əvvəl deməkdir. Yəni nüvədən əvvəlki canlılar, hələ ki nüvə onlarda yox idi. Deməli, nüvəsi olan hüceyrələr eukariotlar adlanır. Nüvəsi olmayanlar isə prokariotlar adlanır. Gəlin görək nüvədə nə var. Hüceyrənin nüvəsində irsi məlumat daşıyan xüsusi hissəciklər var ki, bunlar da xromosomlar adlanır. Deməli, nüvənin içində nə var? İrsi məlumat daşıyan hissəciklər. Onun adı nədir? Xromosomlar. Nüvədə irsi məlumat daşıyan hissəciklər yerləşir. Yəni, xromosomlar yerləşir. Nüvənin daxili maye mühiti nüvə şirəsi adlanır. Yəni, nüvənin daxili də maye mühitidir. O da nüvə şirəsi adlanır. Həmin o maye. Bakteriya hüceyrələrində isə nüvə olmur, onlar adlanır prokariotlar. Onda biz eukariotlara deyəcəyik bitki, göbələk, heyvan. Prokariotlara nəyi aid eləyəcəyik? Bakteriyaları. Aha. Deməli, uşaqlar, bayaq hüceyrə divarında heyvanı bura yazmamışdıq, bakteriyanı bura yazmışdıq, elədir. Amma eukariot deyəndə bitki, göbələk, heyvan, yəni bu sizə çaşdırmasın, qlafa görə ayrı qruplaşdırmışıq, nüvəli və nüvəsizə görə ayrı qruplaşdırmışıq. Nüvəsizlər, prokariotlar, onlara da aid bakteriyalar. Nüvənin də əhəmiyyəti nədir? İrsi məlumat daşıyır. Onda sual verə bilərsiniz ki, ay müəllim, bəs bu prokariotlar, yəni bakteriyalarda irsi məlumat yoxdur, yəni xromosom yoxdur, var. Onların xromosomları sitoplazmada yerləşir. Necə ki, baxaq yenə bir dənə şəklimizə qaydaq. Necə ki, sitoplazmanın içərisində nüvə var, nüvənin içində xromosomlar var, yəni irsi məlumat daşıyanlar. Bakteriyalarda isə bu irsi məlumat daşıyan xromosomlar nüvədə deyil, elə birbaşa sitoplazmanın öz içərisindədir. Sual da düşə bilər ki, hansı canlılardır ki, onların irsi məlumat daşıyıcıları olan xromosomlar nüvədə yerləşmir? Deməli, söhbət bakteriyalardan gedir. Orada nüvədə yerləşmir. Gəlin bir irsinizimizdəki bizə verilən məlumata baxaq. Gözlə görünən bir hüceyrəli asetabulariya yosununun çətir hissəsini kəsdikdə, baxın çətir hissəsi budur, bu bir yosundur, asetabulariya. Bunun çətir hissəsini kəsdikdə bir müddətdən sonra o yenidən böyüyür. Çətirini kəsdik, amma böyüdü. Buna səbəb nədir? Buna səbəb nüvənin zədələnməməsidir. Nüvə neynir ki? Nüvənin içində nə var idi? İrsi məlumat daşıyan hissəcik, yəni xromosomlar. Onda bu irsi məlumatlar nüvədə saxlanılıb ki, bunun sayəsində o yenidən böyüyüb, inkişaf edib. Yəni, irsi məlumatlar buna görə vacibdirlər. Gəldik növbəti artıq tapşırıqlarımıza. Deməli, bir dənə bu mövzunu ümumiləşdirək. Biz dedik ki, bir hüceyrə əksər canlılarda olan hüceyrə neçə hissədən ibarətdir? 3 hissədən. Hansı oldu? Qlaf, birinci xarici qatı, daxili sitoplazma, mərkəzində də nüvə yerləşdi. İstisna prokariotlar idi ki, nüvəsi yox idi. Onlar da qlaf və sitoplazmadan təşkil olmuşdur. Qlaf özü daxili və xarici olmaqla iki yerə bölündü.
qorudu, əlaqə yaratdı. Hansı maddələr birbaşa daxil oldu plazmatik membrandan daxilə? Su, karbon qazı, oksigen bunlar birbaşa daxil oldu. Digərlərini isə plazmatik membran seçdi. Sitoplazmada nə yerləşdi? Nüvə və orqanellər. Orqanel. Nüvədə nə oldu? Xromosom. Xromosom nə idi? İrsi məlumatı özündə saxlayan hissəciklər, yəni irsi məlumatı daşıyan hissəciklər. Tapşırıqlarımıza baxaq. Verilmiş sözlərdən istifadə edərək cümlələri tamamlayın. Nüvə, sitoplazma, qılaf, orqanel. Belə tapşırıqları yerinə yetirərkən əvvəlcə cümləni tam oxuyun, sonra sözləri yerinə qoyun. Əgər tam oxumasaz, sözü düzgün qoya bilməyəcəksiniz. Hüceyrənin daxili mühtəviyyatını həlməşik maddə təşkil edir. Hüceyrənin daxili mühtəviyyatını, yəni daxili hissəsini həlməşik maddə olan nə təşkil edirdi? Sitoplazma. Onun daxilində və çoxsaylı yerləşir. Sitoplazmanın daxilində nə yerləşir? Nüvə, bir də orqanellər, elədir? Onda çoxsaylı dediyinə görə bura orqanel yazacağam. Orqanel. Burada yazacağım nüvə. Hüceyrənin irsi məlumat daşıyan hissəcikləri xromosomlar olur. Xromosom harda olur? Nüvədə. Nüvədə irsi məlumat daşıyan hissəciklər, yəni xromosomlar olur. Hüceyrəni xaricdən örtərək onu ətraf mühitin təsirindən qoruyur. Nə qoruyacaq xaricdən örtərək? Qılaf. Necə ki bizim dərimiz bizim orqanlarımızı, daxilimizi qoruyur, xaricdən örtür. Hüceyrədə də o qılafdır. Bitki və heyvan hüceyrəsində qılafın xarici hissəsi bir-birindən necə fərqlənir? Bitkidə qılaf hüceyrə divarı adlanır, qalındır, möhkəmdir, dayaq funksiyasını yerinə yetirir. Heyvanlarda isə nazikdir. Gəldik üçüncü tapşırığa. Cümlələrdəki yanlışlıqları taparaq onları düzgün ifadələrlə əvəz edin. Edək. Sitoplazma hüceyrənin mühtəviyyatını təşkil edən bərk maddədir. Bərk dedik? Xeyr. Nə dedik? Həlməşik maddədir. Hüceyrə divarı özündə hüceyrənin irsi məlumatlarını saxlayır. İrsi məlumatlar hardaydı? Xromosomlarda. Xromosom harda yerləşirdi? Nüvədə. Onda hüceyrə divarı deyil, nüvə özündə irsi məlumatları saxlayacaq. Nüvə hüceyrənin daxili mühtəviyyatını təşkil edir. Daxili mühtəviyyatını nə təşkil edirdi? Daxili mühtəviyyatını sitoplazma təşkil edirdi. Bu da oldu 4-cü mövzumuzun izahı. Sağ olun, gələn dərslərdə görüşərik.